gəlib çıxmayıb. Conte'dən gedirə söhbət. Napolinin baş məşqçisi Conte hələ komandanın düşərgəsinə gəlməyib. Komanda ilə məşq prosesləri keçməlidir. Çünki Napolidə vəziyyət o qədər də yaxşı deyil, ürək açan deyil. Çünki itkiləri yetəri qədər var. Klubun prezidenti Conte'yə müraciət edib ki, gəl klubun başına. Vaxtımız yoxdur. Hətta böyük itkilərimiz də var. Bizi 2 ev oyunu gözləyir. İtaliya A seriyasında Atalant və Çempionlar Liqasının 5-ci turunda Qarabağla bizim oyunumuz var. Hətta Conte'nin menecerinə Napolinin baş məşqçisi müraciət edib. Gəlirsə gəlsin, gəlmirsə onun müqaviləsində xitam verəcəm və ona təzminat belə ödəməyəcəm. Doğrudan da Qarabağla oyun öncəsi bu xəbərlər və komanda daxilində, yəni Napoli daxilində çaxnaşma niyə də bizim xeyrimizə olmasın? İnşallah ki, Conte gəlsə də birdən komandada o ab-hava olmaz. Ən azından bir xal düşünürəm Napoli səfərindən.